Salam, hər vaxtınız xeyir olsun. Mən Aytac müəllimə yenə 6-cı sinif dərsliyindən MİQ çərçivə sənədinə yeni daxil edilən əsərlərdən birinin təhlili ilə görüşünüzə gəldim. Təhlil edəcəyim və sizin dinləyəcəyiniz hekayə Elçin Hüseynbəylinin Qəsd edilmiş gözəllik hekayəsi olacaqdır və qeyd edək ki, şimal-cənub mövzusuna həsr edilən əsərlər ədəbiyyatımızda kifayət qədərdir. Bu hekayə də həmin əsərlərdən biridir. Gəlin əvvəlcə hekayənin cümlə və cümlə təhlilinə baxaq, ondan sonra mən sonda əsas mahiyyəti, ideyanı ümumiləşdirəcəm. Diqqətli olaq. Birbaşa hekayənin təhlilinə. Dan yeri çoxdan ağarmışdı. Yenə təbiət günəşin qızılı tellərinə qoyun açmışdı. Araz boyunu həzin bir musiqi, təbiətin sirli-sehirli səsi bürüyürdü. Araz çayının adı çəkilir burada. Araz çayının adı da bir çox əsərlərdə özünü göstərir. Məsələn, İstiqlal poemasında çayın altındakı torpaq birdirsə ifadəsi keçir. Hansı çaydır? Araz çayından söhbət gedir. Namərd gülləsi hekayəsində keçir. Monsieur Jordan və Dərviş Məstəli Şah əsərində keçmiş olur. Burada keçir və bir çox əsərlərdə biz Araz çayının adına rast gələ bilirik. Eləcə də Xurşidbanı Natəvan və s. Budaqdan budağa qonaraq səs-küy salan quşlar da sanki bu yolla təbiətin gözəlliyinə heyran qaldıqlarını bildirirdilər, heyranlıqlarını. Təbiət təsviri var əvvəldə. Eyni ilə Dəli Kür əsərində olan peyzaj lirikası kimi əsərin əvvəlində göstərilir, Bahariyyədə olduğu kimi və s. Lal sularında bir qırçın belə görünməyən Araz elə bil səhər yoxsulundan ayılmaq istəmir. Günəş yüksəldikcə üzərinə düşən parlaq işıq sütununun mülayim istisini canına çəkirdi. Adətən nərilti, gürultu qopararaq axan çay parıltısı Soltanlı kəndinin tut bağlarını aşan və göz işlədikcə uzanan bu işıq selini ürkütməmək üçün yatağına sığınmışdı. Tut bağı məsələsi Talvar hekayəsində də var idi, yəni tut ağacından söhbət gedirdi orada da. Hadisələr burada Soltanlı kəndində cərəyan etmiş olur və Araz çayının xarakteri xüsusiyyətləri göstərilir. Yəni Araz çayı nəriltili, gürultu ilə axan bir çay imiş və çayın deyir parıltısı tut bağlarını aşan və göz işlədikcə uzanan bir işıq selini ürkütməmək üçün yatağa sığınmışdı. Səhər tezdən malqaranı örüşə gətirən Sabir bu gözəlliyin qarşısında sanki sehirlənmişdi. Arazın və onun ətrafında olan təbiəti müəllif gözəl, yəni bir möcüzəvi yer kimi göstərir, ecazkarlığını göstərir, yəni gözəlliyini bildirmiş olur. Və bu məqam Vaqifin Hayf yoxdur qoşmasında da keçmiş olur, yəni təbiətə heyranlıq. Sabir adında bir obrazı görmüş oluruq. O suların bağrına mil kimi saplanan işıq selindən gözünü çəkə bilmirdi. Onu da bilirdi ki, birazdan işıq seli hər tərəfi bürüyəcək. Hələ yəni dan yeri indi sökülür, hələ səhər indi açılır. Yəni həmin məqamları təsvir edir burada müəllif. Və suların qoynunda boy verən parlaq sütun bu selin içində əriyəcək. Günəşin şəfəqləri güzgü kimi çayın sularında bərq vuracaqdır. O, ətrafa yayılmış mal heyvanı səsləyib kolluqla biraz da irəlilədi. Ayağının altından pırıltı ilə qalxan çil bildirçin onun əməllicə onu qorxutdu. Deməli, bildirçin quşunun adı burada vurğulanır. Məsələn, sağsağan da var idi Xurşidbanı Natəvan əsərində. Bir çox quşların adı ümumilikdə çəkilir, Bahariyyədə vurğulanmış olur. Əli bəyin tutduğu quşlar da qırqovul idi Vaqif dramında. Quşun qarasınca deyinərək cingiltili səslə atası Musa kişidən tez-tez eşitdiyi sözləri təkrarladı. Musa kişi adını da biz öyrənirik gələcək gün əsərində, orada da keçmiş olur. Quşun qarasınca deyinir, yəni arxasınca deyinir ayağının altında qaldı deyə. Çünki qorxur Sabir bundan. Ay səni kor ilan yesin. Kəndin başqa uşaqları mal növbəsinə getməyi xoşlamasalar da, Sabir bu günü səbirsizliklə gözləyərdi. Deməli, növbəli şəkildə gedirlərmiş mal növbəsinə və digər uşaqlardan fərqli idi Sabir bu cəhətinə görə, çünki Sabir sevərək gedirdi. Həmin gün məktəbə də getməz. Dərslərimin yerini uşaqlardan soruşub öyrənərəm deyərək anasının axşamdan arasına şor, nehrə yağı qoyub ağ dəsmala bükdüyü 2 yuxanı götürər, kəndin ayağına yığılmış mal heyvanı haylayaraq Araz qırağına aparardı. Deməli, örüş Arazın qırağında yerləşirdi, ora doğru aparırdı malqaranı, anası ona yemək qoyurdu, 2 yuxanın arasına deyir o, şor nehrə yağı sürtüb belə ana qoyurmuş, onlar aparırdı. Onu bura çəkən yalnız Arazın əzəməti, füsunkar görünüşü deyil, həm də göz işlədikcə uzanıb gedən yaşıl meşə zolağı idi. Deməli, Sabir təkcə Arazın gözəlliyinə görə getmirdi oralara. Təbii ki, bu 2 məqamdan başqa digər məqam da var, indi onu da qeyd edəcəm mən. Sonra, onu bura çəkən deməli, həm də işlədikcə uzanıb gedən yaşıl meşədir.
imiş. Bu zolaq təbiətin bir möcüzəsi idi. Yüzlərlə kəndi əhatə edən bu yaşıllıqda nələr yox idi? Baş-başa verilmiş uca ağaclar, ardı arası kəsilməyən zümrüd çəmənliklər, çay qollarının yaratdığı göllərdən kəm olmayan qaz, ördəklər. Bu yerlər həm də zərifliyi ilə göz oxşayan ağ dovşanın, şələquyruq tülkünün, qışın oğlan vaxtında sürü ilə gəzən mal-heyvan üçün təhlükə yaradan qurdun məskəni idi. Heyvanların adları da vurğulanır, yəni bu meşələrdə bir çox heyvanlar olurmuş. Bərəkətli yer idi buralar. Torpağa düşən dən vaxtından əvvəl cücərir, günəşə doğru boylanırdı. Tala-tala açıq yerlərdə əkilən kartof, soğan, pomidor, dava dərmansız yetişir, məhsul ildən ilə çoxalırdı. Deməli, torpağın bərəkətli olduğu burada vurğulanmış olur. Arazın sağ sahilində Sabirgilin kəndləri ilə üzbəüz bir oba var idi. Deməli, Arazın sağ sahilində Sabirgilin kəndləri, Soltanlı kəndi ilə üzbəüzdə və buranın adı İran Cəfərlisi adlanırdı. Çoxlarının qohum əqrabası bu kənddə idi. İşən kimi çay qırağına gəlib səsləşər, bir-biri ilə hal-əhval tutardılar. Vay o günə ki, bu danışıqdan sərhədçilər xəbər tutaydı. Həmin dəqiqə danışanları Zastav adlanan qərargahlarına aparır, həm cəriməliyir, həm də bir sutqa orada saxlayırlar. Deməli, Zastav adlanan yerə orada aparıb, yəni orada sanki onları cəzalandırırlarmış. Bir sutqa saxlayırdılar bir gün. Belə vaxtlarda qaçaq Nəsirin nəvəsi Xasay kişi acıqlı-acıqlı gileylənirdi. Bu sarı qulaqlar bura ayaq basandan bizə göz verib işıq vermirlər. Deməli, həmin o sərhədçiləri qaçaq Nəsirin nəvəsi Xasay kişi acıqlı şəkildə sarıqulaq adlandırırdı. Bu da onların saçlarının rənginə görə idi. Birdən Sabirə elə gəldi ki, kimsə adını çağırdı. O dəqiqə geri qanırıldı. Yanılmamışdı. Əli arxayın-arxayın sahilə inirdi. Cəfərli kəndindən olan Əli ilə o 2 ildən artıq idi ki, dostluq edirdi. Deməli, 2 il idi ki, bunlar dostluq edirdi. Orada tanışmışlar çayın sahilində. Kəndlərində məktəb olmadığı üçün Əli 1-2 il molla yanında yazıb oxumağı öyrənmiş, sonra oradan uzaqlaşmışdı. Deməli, Əli 1-2 il mollanın yanında oxumuşdu. Mollanın yanında təhsil almaq da Dəli Kürəsənində var idi və bir çox əsərlərdə. Deməli, Əli obrazına da biz Qurbanəli bəydə rast gəlirik. Əli obrazına Əli bəy, Vaqif dramında rast gəlirik. Əli Sabiri uzaqdan görmüşdü. Çaya yaxınlaşıb hər ikisi sevinc içində salamlaşdı. Əli mehribanlıqla dilləndi. Çoxdan görünmürsən. Hə, növbə bizə ayda bir dəfə çatır. Bunu da Sabir deyilmiş. İşlərin necədir? Yaxşıdır. 2 aydan sonra 9-cu sinifi bitirəcəm. Deməli, Əlidən fərqli olaraq Sabir ən azından 9-cu sinifə qədər gəlmişdi. Məktəbdə təhsil alırdı. Yəni daha çox elmli bir uşaq idi. Əli isə məktəbə gedə bilməmişdi. Molla yanında oxumuşdu. O da çox az bir müddətdə oxumuşdu. Və deyir, yazıb oxumağı öyrənmişdi və sonra oradan uzaqlaşır. Bəs sonra nə edəcəksən? Sabir narahat baxışlarla Zastava tərəfə baxa-baxa deyir. 10-cu sinifə gedəcəm. Oxumağımı davam etdirəcəm. Deməli, onun oxumaq fikri var idi. Onun narahatlığı Əlinin gözündən qaçmadı. Sarıqulaqdan qorxursan? O sarıqulaq sözünü elə ciddi dedi ki, Sabir qəhqəhə çəkərək güldü və ona təəccüblə baxan Əliyə izah etdi. Sarıqulaq ad deyil. Rus olduqları üçün sərhədçilərin rəngi sarıdır və biz öz aramızda onları elə adlandırırıq. Deməli, sarıqulaq sözünün mənasını Əliyə Sabir burada izah eləmiş olur. Deməli, ad deyilmiş sarıqulaq, sadəcə ləqəb kimi belə verilmişdi. Diqqətlə onu dinləyən Əli də özünü saxlaya bilmədi. Onun da qəhqəhəsi ətrafa yayıldı. Deməli, burada qəhqəhə çəkirlər ikisi birlikdə. Qəfil eşidilən maşının səsi uşaqların şirin söhbətini kəsdi. Sabir heyvanların arasında daldalandı. Əli isə cəld çaya aşağı yollandı. İstəmirdi ki, sarıqulaqlar dostunu incitsinlər. Çünki onların birlikdə söhbətləşdiyini görəndə təbii ki, onlara cəza veriləcəkdi. Sabir bir-birinin ardınca gələn 7 maşın saydı. 7 dənə maşın gəlirmiş. O burada ilk dəfə idi ki, bu qədər maşın gördüyü üçün heyrətləndi. Günəşin şüaları altında parıldayan və digərlərindən böyük olan qara maşın dayanan kimi sürücü özünü yerə atdı. Sağ qapını açıb, geniş açıb, dümdüz dayandı. Deməli, kimin üçünsə qapı açılmış burada və ən böyük maşın da elə həmin maşındır, qara rəngdə maşın. Əziyyətlə yerə çatdıran hərbi geyimli kişi zorba bədənini çətinliklə maşından çəkib çıxartdı. Deməli, böyük bədənli bir kişiymiş burada. Maşından düşür, onun üçün qapı açırlar. Gələnlərin hamısı artıq onun maşınının yanında toplaşmışdı. Sabir öz-özünə düşündü. Yəqin ən böyükləri budur. Şalvarının böyründən ayaqqabısına qədər uzanan qırmızı xətti görəndə isə astadan hə,
generaldır ki, dedi. Yəni generalın olduğunu artıq onun geyimindən, zəhmindən, ona olan münasibətdən hiss eləmiş olur Sabir. Elə bu vaxt yekəpərə durbin verdilər, uzaqlara baxırmış. O əvvəlcə Arazın o tayına, sonra isə bu tayına uzun-uzadı baxdı. Durbini gözündən ayırıb üz gözünə əyişdirdi. Ətli sifəti qəribə şəklə düşdü. Dediyi sözlər aydınca eşidildi. Прекрасное место. Просто чудо. Gözəl yerdir deyir. Sadəcə möcüzədir. Ardınca dediyi sözlərdə əvvəlcə sərtlik, axıra yaxınsa qəzəb aydınca duyuldu. Вы что совсем ослепли? O barmağı ilə şimaldakı və cənubdakı kəndləri göstərib hirslə əlavə etdi. Deməli, həmin yerləri göstərib qeyd edir ki, siz deyir, baxın burada tərcüməsi də var, gözləriniz kördür, nədir? Yəni siz buraları görməmisiniz, xəbərsizsiniz. Deməli, hirslə əlavə edir. Nельзя позволить им находиться так близко друг к другу. Onları deyir, bir-birinə yaxın düşməyə qoymaq olmaz. Daha dəqiq tərcüməyə diqqət yetirək. Onların bir-birinə bu qədər yaxın olmalarına imkan vermək olmaz. Yəni, kimlərdir bu onlar? İki tayda duran qardaşlar, Sabir və Əli kimlər? Və s. Проволока. Нужно придвинуть вот сюда. Ayağını hirslə durduğu yerə vurdu. Şişmanın dedikləri Sabirin beynini uyur, nə demək istədiyini anlamırdı. Sonuncu cümləni eşidəndə isə onu həyəcan bürürdü və sonuncu cümlə nədən ibarətdir? Məftil çəkib onları bir-birindən ayırmaq məsələsi. Məftilləri deyir, bax, bura çəkmək lazımdır. Əli ilə də belə göstərir ki, buradan çəkərək, yəni qardaşla qardaşın arasını ayırmaq. Yəni iki xalqı, iki bir-birindən ayrı düşən xalqın məsafəsini, ara məsafəsini daha da genişləndirmək, tam bir-birindən aralı etmək, birləşməyə qoymamaq. Əslində burada iki insanı ayırmırdı. İki əqidəni, mübarizə, Azərbaycançılıq ideologiyasını, xalqın birləşmə əzmini, əqidəsini, birliyini burada ayırmış olur bu general. Sonuncu cümləni eşidəndə isə onu həyəcan bürüdü. Çünki Sabir bu sözlərin tərcüməsini bilirdi. Qulaqlarında qəribə uğultu yarandı. Dişləri bir-birinə dəydi. Eşitdiklərini yuxu sandı. Bu yaşıllıq, bu gözəllik tikanlı məftildən o tərəfdə qalacaq. Birdən-birə taqətdən düşdü. Aşağı çöktü. Yox, ola bilməz. Bəs bu yer əlimizdən alınsa necə dolanır? Axı bu yerlər kəndilərin yəni dolanışıq yerləri idi. O axşamın düşməsini heç vaxt indiki qədər arzulamamışdı. Əmisi İsa kişi xəbəri eşidib dərin fikrə gedəndə Sabir lap qorxdu. Deməli, əmisinə burada xəbər verir. Səhv eləmirsən ki, lap beləcə də dedi, sualını eşidəndə əzbərlədiyi cümlələri tutuquşu kimi təkrarladı. Deməli, Sabir əmisinə xəbər çatdırır. Əmisi bir neçə dəfə udqundu. Zorla bircə kəlmə dedi. Batdıq. Yəni, əmisi hadisələrin artıq necə cərəyan edəcəyini təxmin edir. Ertəsi gün günortaya kimi kənddə bu barədə danışan olmadı. Ertəsi gün. Hərə öz işində gücündə idi. Amma kolxoz sədrinin sürücüsü Zəkəriyyənin arvadına pıçıltı ilə dediyi sözlər günortadan sonra kəndə bomba kimi partladı kənddə. Hərə bir söz dedi. Deməli kim? Kolxoz sədrinin sürücüsü Zəkəriyyənin arvadına deməli o sözlərini söyləmişdi. O da kəndə artıq yayılır. Zəkəriyyə sürücüdür. Deyəsən kəndi köçürəcəklər. Kənd plana düşüb, bu ehtimallardır. Sərhədin yerini dəyişəcəklər. Kəndlilər müxtəlif ehtimallar irəli sürürlər. Gecədən xeyli keçənə kimi Əmirvarlı kəndinin cəmaatı evlərinə yığışmadı. Hamı sədri gözlədi. Digər kəndin adı çəkilir. Lakin nə Ağa Kişiyev sədri belə çağırırdılar, nə də onun Pobedasını sürən Zəkəriyyə həmin gecə kəndə qayıtdı. Deməli, Ağa Kişiyev və Pobedanı sürən Zəkəriyyə. Heç biri qayıtmır. Hava qaralar qaralmaz, rayon mərkəzində Bakıdan gələn nümayəndərin iştirakı ilə iclas başlanmışdı. Hamının üzündən həyəcan və təşviş yağırdı. Özünü tox tutan yalnız birinci katiblə şəhərdən gələn nümayəndə idi. Birinci katibin yerində əyləşən nümayəndə domba gözlərini qarşısındakı kağızlardan çəkmir. Birini qoyub digərini götürürdü. Rəngi qara-qırmızı idi. İclasdan əvvəl Çınarüstü restoranında yaxşıca yeyib içsə də çox dilxor idi. Deməli, Çınarüstü adlanan restoranda yeyib içibmiş. Çünki büro üzvlərinin qırımından hiss edirdi ki, yığıncağı başdan sovda aparmaq mümkün olmayacaq insanların artıq reaksiyasını öz ifadələrindən duymuş olur. Keçək digər hissəsinə. Hekayənin davamı. İclası birinci katib açdı. Deməli, iclasın açılması məsələsi Anamın kitabı əsərində də keçmiş olur. Büro üzvlərindən, deməli, iclası kim açdı? Katib. Büro iclaslarında səsi aləmi bürüyən katibin səsi bugün mülayim idi. Adətən səsi aləmi bürüyürmüş bunun. Bu, büro üzvlərini səksəndirdi. Hamı başa düşdü ki, vəziyyət onların düşündüyündən də qəlizdir.
Katibin eyhamından aydın olurdu ki, lap yuxarının tapşırığı icra olunsa, yüzlərlə kənd mal heyvan saxlamaqdan, ot ələfdən, əkin biçimindən əl çəkməli olacaq. Birinci cərgədə oturan Ağa Kişiyev həyəcanını gizlədə bilmirdi, kolxozun sədri. Onun əlləri titrəyirdi. Ömrünün 20 ildən çoxunu kolxoza verən böyük xətir-hörmət qazanan sədr bu tapşırığın fəsadlarını o dəqiqə hiss etdi. Meşə, yaşıllıq məhv ediləcək, cəmaat kənddən qaçaq düşəcək. Deməli, Ağa Kişiyev neçə ildir burada, deməli, bu iş başındaydı. 20 ildən çoxunu ömrünü bu işə həsr etmişdi. Məsələn, Mirqasım 40 illik idi ki, at bilindəydi. Qazanqab 44 il razyezdə can çürütmüşdü. Kərbəlayı Zal 25 il Qaradavoyluqla məşğul olmuşdu. Katibdən sonra söz nümayəndəyə verildi. Deməli, birinci katib danışır, sonra da nümayəndəyə söz verilmiş olur. Ana dilini yaxşı bilməyən nümayəndənin qüsurlu nitqini anlamaq çox çətin idi. Təbii ki, müəllif bunları, yəni söz gəlişi demir burada. Ana dilini yaxşı bilməyənlər, qüsurlu danışanlar xalqın, yəni həqiqi torpağın sahiblərinə qənim kəsiliblər. Onların yerini əlindən almaq istəyirlər. Onun son sözlərindən sonra zala dərin səssizlik çöktü. İclasdakılar belə başa düşdülər ki, tikanlı məftillər 8-10 kilometr şimala çəkilməlidir və bu da həqiqətən böyük bir ərazinin itirilməsi deməkdir. 8-10 kilometr şimala çəkiləcəkdir. Güya çay daşanda sərhəd zolağını su basır. Bu da sərhədçilərin işini çətinləşdirir. Bu təbii ki, bir bəhanə və yalan idi. Bəhanələrini bir də təkrarlayaq. Çay daşanda güya sərhəd zolağını su basırmış. Və sərhədçilərin işi çətinləşirdi buna görə. Bunun yalan olduğunu hamı bilirdi. Çayın şimal sahili hündür olduğu üçün belə bir təhlükə gözlənilmirdi. Yəni, belə bir təhlükə olmamalıdır. Ağa Kişiyev danışmaq üçün söz istəyəndə katibin qanı qaraldı. Deməli, katib danışır, nümayəndə danışır və Ağa Kişiyev başlayır danışmağa. Sədr çayın sol sahilində bənd tikintisinin mümkünlüyünü söyləyəndə isə o səsini qaldırdı. Bu məsələ qapanıb, başqa sözün varsa danış dedi. Bu kobudluqdan alınsa da sədr sözünə davam etdi. Katib səsinin tonunu qaldırıb əlindəki qələmlə stolun üstünə döyəclədi. Yoldaş Ağa Kişiyev, biz verilmiş tapşırığın icrası barədə danışmalıyıq. Sədrin də səsi sərtləşdi. Elə mən də o barədə danışıram. O əlini cibinə saldı. 4 qatlanmış iri dəsmalla alnının tərini silib oturanlara müraciət etdi. Deməli, Ağa Kişiyev öz xalqını, onların dolanışığını düşünən bir insandır. Yəni, Niftalı Koxa kimi vəzifə başına gələndə öz mənliyini, şərəfini, ləyaqətini satmır, xalqına tərəfdar olan qərarların qəbul edilməsinə çalışır. O yerləri hamımız yaxşı tanıyırıq. Cəmaatımız oranın hesabına yaşayır. Tikanlı məftilin şimala çəkilməsi yaşıl zolağın hesabına olmalıdır. Meşəyə, yaşıllığa toxunmamaq üçün məftili biraz da yuxarı çəksək pambıq sahəsinə düşəcək. Deməli, sədrin nitqinə diqqət yetirdik. Bir qarış da olmaz. Katib bu sözləri elə ucadan dedi ki, nümayəndə diksindi. Eminov, katibin soyadı belə idi. Deməli, katibin adı nə imiş soyadı? Eminov. Barmağını oturanlara tərəf silkələdi. Pambıq sahəsinin bir qarış torpağına da toxunmaq olmaz. Deməli, pambıq sahəsinin torpağına toxunmaq olmaz söyləyir burada. Bunu deyən katibdir. Katibin Eminov adında, yəni bir insandır katibdə və onu, yəni bu soyadla belə çağırırdılar. Həmin dövrdə ümumiyyətlə hamını soyadla çağırırdılar. Kolxozda, iş vaxtı və s. Ağa Kişiyev bu dəfə katibə yox, ön cərgədə əyləşmiş büro üzvlərinə baxdı. Deməli, yaşıllıq, kəndin dolanışıq yeri Güdaza getməlidir. Rayonun baş həkimi Vahid Cəfərov icazəsiz filansız yerindən səsləndi. Deməli, o da haqq, ədalət tərəfdarı olan bir insandır. Ağılsızlığa bax ha, təbiətə belə divan tutmaq olar. Bəs orada yaşayan canlıların taleyi necə olacaq? Katib ona cavab vermədi. Baxın, katib ona reaksiya vermir, çünki diqqəti Ağa Kişiyevdə idi. O yaxşı bilirdi ki, zaldakılar ancaq onun dediklərinə dəyər verirlər. Rus tərəfdən gələn birinin kimin fikrinin daha çox önəm daşıdığını bu formada təyin eləməyi əvvəldən Dəli Kür əsərində də var idi. Çünki o bilir ki, Dəli Kür əsərində xalq kimin sözünə, kütlə kimin sözünə diqqət yetirir. Bir mollanın, bir də Cahandar ağanın sözünə, yəni diqqət yetirirdi. Məhz onların ikisini üzbəüz qoymağa çalışırdı pristav da həmin yerdə. Dəli Kür əsərində. Danışanlar çox oldu. Kimi mərhəmət umdu, kimi güzəşt üçün minnət etdi. Deməli, iki cür düşünən insanlar var idi. Gecədən xeyli keçmiş nümayəndə kağız-kağızını qovluğa yığmağa başladı. Bu iclasın sona çatmağına işarə idi. Ağa Kişiyev həmin gecə kəndə qayıtmadı. Məqsədi katiblə təkbətək danışmaq idi. Bir problemi həll etmək üçün, yəni mübarizəsindən əl çəkməmək məsələsi Yediqeyə də aid idi.
Yediyi görür ki, Sabitcanla danışıqdan da bir fayda çıxmır və özü gedib təkbətək Anabeyt qəbirstanlığına keçməyə qoymayanlarla söhbət etmək istəyir. Baxın, burada da Ağakişiyev də həmin hərəkəti etməyə çalışır. Ertəsi gün katib onu çox soyuq qəbul etdi. Eminovun yanına gəlir. Sözü də qısa oldu. Müdafiə nazirinin mavini o duruxdu, yaddaşını araşdırıb mavinin adını xatırlamağa çalışdı. Hə, Baranov. Şəxsən gəlib, o yerlərlə tanış olub və bu göstərişi verib. Hər halda Sabirin gördüyü elə həmin Baranov idi. Yəni o yanından deyir, şalvarının yanından qırmızı lentik edən, hərbi geyimdə olan o insanı, şişman insan bu Baranov idi və müdafiə nazirinin mavini idi. O sonra sədrə mənalı baxaraq, gedin, əhalini hazırlayın dedi. Baranov soyadının sədrinin dodaqlarında yaratdığı təbəssüm axırıncı kəlmələri eşidən andaca yoxa çıxdı. O son çarəyə əl atdı. Bəlkə Bakı ilə danışaq, vəziyyəti bir də izah edək. Yəni mübarizəni dayandırmaq istəmir burada Ağakişiyev. Katib əlini yellədi və söhbətin bitdiyini dedi. İclasdan bir həftə keçsə də sakitlik idi. Deməli, hələ heç nə yoxdur və hamıda deyir bir ümid yaranmışdı ki, bəlkə yəni fikirlərindən bunlar vaz keçiblər, yəni yuxarılar. Lakin ikinci həftənin ilk günü bütün ümidlər suya düşdü. Mahmudlu stansiyasında dayanan yük qatarından sarı rəngli 2 nəhəng buldozer endirildi. Razyezd stansiya məsələsi orada da var idi. Boranlı razyezdi. Yəni Günvar əsrə bərabər əsərində. Onlardan biri Mahmudlu, digəri isə Əmirvarlı kəndində işə başladı. 2 kənddə hərəsində bir buldozer işə başlamış olur. Yarım saat keçməmiş, ətraf kəndlərin əhalisi Arazın sahilinə yığışdı. Buldozer iri ağacları asanlıqla kökündən çıxarır, qabağına salıb yolunun üstündən kənarlaşdırırdı. Şamlar, küknarlar bir-birinin ardınca açdıqca, üstü barla dolu ağaclar yan-yana döşəndikcə dözə bilməyən qadınlar ağlaşırdılar. Deməli, qadınlar bu vəziyyətə ağlaşırdılar. Bu Sabiri çaşdırırdı. Buldozeri idarə edən sürücü bu yerlərin adamına oxşamırdı. Bu yerlərin adamına oxşatmamaq, deməli, Namərd Gülləsi hekayəsində Mürşidə də aiddir. Yəni Niftalının atası baxan kimi bilir ki, bu adam bu yerlərin adamı deyil. Dəli Kür əsərində də Şamxal mələyə baxanda bilir ki, atası onu deyir Kürün yəqin aşağı tərəflərindən gətirib. Bu yerlərin adamına oxşayan qadın deyildi. Ətrafda baş verənlərə heç gözünün ucu ilə də baxmırdı. İri qollu budaqlı ağacları buldozerin qabağına qatıb elə həvəslə sürükləyirdi ki, sanki bundan zövq alırdı. Amma o həvəslə icra etdiyi işi yarımçıq saxlamağa məcbur oldu. Böyük bir dəstə buldozerin qarşısını kəsib dayandı. Az sonra rayonun rəhbər işçiləri ard-arda gəlməyə başladılar. Milis rəisi cəmaatın ondan heç xoşu gəlmirdi, deməli milis rəisi. Ağzı köpüklənə adamların üstünə yeridi. Hökumətli edəcəksiniz? O sözlərinin təsirsiz qalmasından bərk acıqlanmışdı. Heç kim yerindən tərpənmədi. Elə bu vaxt Sabirin ömrü boyu yadından çıxa bilməyəcəyi bir hadisə baş verdi. Bir bölük soldat göz qırpımındaca kənd cəmaatını mühasirəyə aldı. Gözlərindən soyuqluq, nifrət yağan soldatların silahı hazır vəziyyətə gətirmələri çoxlarının nəzərindən qaçmadı. Deməli, silahla əliyalın xalqın, insanların üzərinə bunlar hücuma keçmək istəyirlər. Katib Eminov cin atına minmişdi. Hamısı Ağakişiyevin hoqqalarıdır deyib, ikinci katibi sədrin arxasınca göndərmiş. Hətta hədələmişdi də. Ona de ki, nəticəsi çox ağır olar. Həmin gün sədr evindən çıxmasa da nələr olacağını əvvəlcədən təxmin edirdi. Bilirdi ki, kəndlilər bu hadisəyə dözməyəcəklər. Axı, kəndlilər burada əliyalın şəkildə buldozerin üstünə gedirlər və dayandırırlar buldozeri. Sonra milisin, zastava saldatlarının cəmaata əl qaldıracağını düşünəndə isə evdə otura bilmədi. Xalqının yanında olmalı olduğunu düşünür. Qapıda gözləyən Zəkəriyyə sədri görüncə maşını işə saldı. Araz kənarında böyük izdiham yaranmış. 4 kəndin əhalisi bir araya gəlmişdi. Sədr fikrindən keçirtdi. Hələ o biri kəndlərin cəmaatı xəbərsizdi, yəni bilsələr onlar da gələcəkdi. Ağız da yəni qulaq eşitmirdi. Narazı insanların səsi bir-birinə qarışmış, böyük uğultuya çevrilmişdi. Sədrin maşını görünən kimi səs azaldı. O, cəmaata yaxınlaşanda tam sakitlik idi. Bəstəboy, yaraşıqlı sədrin rəngi avazmışdı. Yuxarıdakılar onun gözlərinin yaşardığını aydınca görürdülər. Biz onun həm xarakterini burada müəyyən etmiş oluruq, həm də görünüş haqqında da məlumat verilir. Sabir hiss etdi ki, sədr qırılmış ağaclara tərəf baxmır. Bəlkə də baxa bilmir, içində bir vicdan əzabı duyurmuş sanki sədr. Sabir elə hiss edir. Gözlərinin yaşardığını deyir, aydınca görürdülər, yəni yaxındakılar. Adamlar iki yerə ayrılıb yol verəndə o yaranmış boşluqla irəlilədi.
Hündür yerə çatanda dayanıb ətrafı boylandı. Elə bil nəsə gözünün qabağını tutub görməyinə mane olurdu. Sədr dəsmalını çıxarıb gözlərini çəkəndə ətraf aydınlaşdı. O yalnız bunu deyə bildi. Bu qəsdin qarşısını almaq mümkün olmadı. Heyrətlənən ağıçı pəri sonralar andaman edirdi ki, uşaqlıqdan tanıdığı Ağakişiyevi ömür boyu ağlayan görməmişdi və ilk dəfə elə həmin anda görmüş olur. Pəri adına da biz pəri qoşmasına rast gəlirik. Həmin gün iş dayandırıldı. Lakin ertəsi gün səhər buldozerlər ətrafı səsküylə dolduraraq işləməyə başladılar. Yəni həmin gün iş dayanır, amma səhəri başlayırlar. Onlar irəlilədikcə yaşıllığı silib süpürür, arxalarınca bomboz çöllük buraxırdı. Yüzdən yuxarı saldat isə əllərində avtomat, üzü kəndə tərəf dayanaraq qımıldanmadan irəli baxırdı. Deməli, sanki kəndliləri kəndi mühasirəyə almışdılar. Heç kəs reaksiya verməsin, heç kəs müdaxilə edə bilməsin ona görə. İzah bu qədər. İndi isə keçək ümumi məzmunun təhlilinə. Metodik vəsaitdən istifadə edəcəyik. Təhlilimizi metodik vəsaitlə davam etdiririk. Deməli, burada diqqətli olun, nələr qeyd edilmişdir. Hekayədə yaxın keçmişdən, Sovet dövründə baş vermiş hadisələrdən danışılır. Deməli, məzmun nədir? Sovet dövründə baş verən hadisələr, bir kəndin timsalında onların canlandırılması. Yazıcı mühüm bir mətləbi diqqətə çəkmişdir. Bu elə bil siyasi, ictimai quruluşdur ki, hər şey siyasi məqsədlərə qurban verilir. Nə insanların rifahı, nə də təbiət gözə görünür. Təsvirlər, obrazların yaradılmasında istifadə edilən bütün vasitələr bu fikrin başlıca ideyanın ifadəsinə xidmət etmiş olur. Cənubi Azərbaycanla ərazim, sərhəd yaxınlığının bu səviyyədə olması, tərəflərin o zamanlar çətinliklə də olsa ünsiyyətə girə bilmələri, Rus generalının bu yerləri sahibi kimi davranması, Azərbaycan təbiətinin misilsiz gözəlliyi bu qəbildəndir. Yəni, burada əsas diqqətə çəkilən məsələlər bunlardır. Sonra nə qeyd edərik? Tarixləşmiş sözlərlə kolxoz, kolxoz sədri, birinci katib, büro ifadələri göstərilir və bunlar da həmin dövrün o ictimai vəziyyətini açıqlamaq üçün istifadə edilən ifadələrdir. Kolxoz dövrüdür, Sovet dövrünü ifadə edir. İndi diqqət yetirək nəyə? Hekayədə hadisələr tədricən gərginləşir. Rus generalının göstərişi, kənddə şayələr, büro iclasında katiblə sədrin söz döyüşü, ağır texnikanın yaşıllığı, ağacları məhv etməsi, insanların etirazı, nəhayət Ağakişiyevin kənd adamlarının ümidini puç edən etirafı, yəni bunların hamısını oxucu duymuş olur. Və deyir, meyvə dolu ağacların ard-arda yıxması oxucunu mütəəssir edir və bunu canıyananlıqla, təəssüflə dilə gətirirlər. Mətndə sezilməyən mətləblər çoxdur. Əkin-biçin yerlərinin, otlaq sahələrinin məhv edilməsinin ağır nəticələri, tikanlı məftillərin yerinin dəyişdirilməsi əsl səbəbi, rayonun rəhbər işçilərinin hadisəyə laqeyd münasibəti qədərincə duyulmayıb. Deməli, sezilən məsələlər əslində bunlardır ki, torpağın sahibi olmayan insanların həmin torpaq üzərində hegemonluq etməsi, əhalinin yerinə qərarlar verməsi, əhalinin donanışıq üçün nəzərdə tutulan o torpaqlarını, otlaq sahələrini onların əlindən almağı və ən əsası da cənub-şimal arasında bir dərin körpü, sərhəd, sədd çəkmək üçün məftillərin məsafəsini uzatmaq, onların danışıqlarının, münasibətlərinin, əlaqələrinin qarşısını almaq, yəni əsas mahiyyət bu idi. Onların narahat olduqları məsələ bu idi. Deməli, hansı obrazları siz buradan təhlilini etməlisiniz? Sədr obrazı, sonra Sabir və birinci katib, general, mərkəzdən gələn nümayəndə obrazları. Bunların təhlilini bilməliyik biz oxucu kimi. Oxucu bu obrazı ətraflı, deməli, müxtəlif məqamlarda görmüş olur. Onun danışığını, keçirdiyi hiss-həyəcanları, insanlara təbiətə münasibəti və mühüm qərarlar verməsi və ətraflı biz onu tanıyırıq. Büro iclasında birinci katibin açıq hədələri onu sustura bilmir. Yüzlərlə kəndi gözləyən fəlakəti dərhal anlayan sədr, insanların dolanışıq, yaşayış mənbəyindən məhrum olacağını, doğma yerləri tərk edəcəklərini bildiyindən geri çəkilmir. 20 ildən yuxarı böyük bir təsərrüfata rəhbərlik edən Ağakişiyev, təbiətə səbəbsiz müdaxiləni dayandırmaq, bu gözəlliyi xilas etmək üçün gücsüz olduğunu anlayır. Elə buna görə də insanlara bu faciənin mahiyyətini çox tutarlı şəkildə çatdırır. Bu qəsdin qarşısını almaq mümkün olmadı. Bunu da dilinə gətirmiş olur və ilk dəfə ilə burada ağladığını onun görmüş olurlar. İclasda həyəcanlanan, əlləri əsən sədr, buldozerin işləməsinə mane olmaq üçün yığılmış yüzlərlə adamın qarşısında ürəyini didib parçalayan qəzəbini, coşqun hisslərini heç cür gizlədə bilmir.
Lap yuxarıların göstərişinin yerinə yetirəcəyini bilən sədr evində otura bilmir. Ruslardan ibarət sərhədçilərin insanlara əl qaldıracağını düşünür. Həm yerləri ilə birlikdə olmağa qərar vermiş olur. Sonra Sabir obrazını dəyərləndiririk. Xarakterindəki başlıca cəhətlər hansılardır bilməliyik. Fərqli məqamlarda hiss düşüncələri, yəni ilk dəfə o reaksiyanı ki eşidir, durbinlə uzaqlara baxan generaldan və orada təbii ki narahatlıq duyur bir sakin kimi. Təbiətə insanlara münasibəti və müxtəlif vəziyyətlərdə davranışı. Bu obraz şagirdləri maraqlandırır. Təbiətə vurğunluğu, onun mənzərələrindən zövq alması, əli ilə söhbəti, Rus generalının göstərişindən həyəcanlanması bizi, oxucuları diqqətini deməli cəlb eləmiş olur. Araz boyu gözəlliyi duyan, ondan zövq alan Sabirin keçirdiyi hissləri anlamaq çox çətin deyildir. Təbiəti sevən bu məktəbli, yaşıllıq məhv edilərsə, insanların düşəcəkləri fəlakəti yaxşı hiss edir və bundan kədərlənir. Hekayədə digər obrazlar barədə geniş məlumat verilmir. Yəni qeyd edildiyi kimi geniş yer verilməmişdir. Lakin oxucu onların hər biri ilə barədə, hər biri haqqında təsəvvür qazana bilir. Birinci katib, general, mərkəzdən gələn nümayəndə obrazları haqqında hansı nəticəyə gəlmiş oluruq biz? Fikirləri əsaslandırmaq tələb edilir. Təbiətə və insanların həyatına böyük ziyan vuran qərarlara münasibətləri bunların. Sonra oxşar fərqli cəhətləri, heç biri deməli ürək yandırmır bu məsələyə, çox laqeyd şəkildə yanaşırlar, sərt şəkildə yuxarıların dediyi qərarı, yəni yerinə yetirəcəyini bildirirlər. Məsuliyyəti öz üzərlərindən atırlar, xalqın məsuliyyətini. Bu obrazlar həmin dövr haqqında hansı təsəvvür yaradır? Yəni Rus hakimiyyətinə tabedirlər. Onlar üçün xalqın güzəranı, dolanışığı deyiləcək bir məsuliyyət yoxdur. Xalqı düşünmürlər, sadəcə tapşırığı yerinə yetirməlidirlər. Onların hər üçünü birləşdirən ortaq cəhət insanların həyatına və təbiətə laqeyd olmalarıdır. Maraqları isə fərqlidir. Deməli, maraqları nədir? Rus generalını düşündürən siyasi məqsəddir. İki qardaşı bir-biri ilə danışmamalı. İki qardaş, yəni şimal-cənub qardaşlığı, onların arasında heç bir əlaqə olmamalıdır. Əks halda yaxınlaşma baş verər. Yaddaş dirçələr, müstəqillik, bütöv Azərbaycan ideyaları, düşüncələri hakim olar. Birinci katib buyruq quludur. Birinci katib buyruq quludur. Həmin dövrün manqurt tipli məmurudur. Yaranmış vəziyyətdən çıxış yol axtarmaq, fəlakətdən yüngül itki ilə yaxa qurtarmaq barədə nəinki fikirləşmir. Bu barədə düşünənlərə də hədə-qorxu gəlir. Nümayəndə obrazında da diqqət çəkiləsi məqamlar var. Bu adam ana dilini bilmir. Yaranmış vəziyyətlə bağlı araşdırma aparmaq, təcrübəli adamların fikrini öyrənmək barədə heç fikirləşmir də. Lap yuxarıdan gələn tapşırığın icra edilməsini təxirə salınmaz vəzifə hesab etmiş olur. Deməli, bu obrazların təhlilini də biz bilməliyik. Ümid edirəm ki, izah sizlər üçün faydalı oldu. İzahın sonunda isə qısaca dərslər haqqında məlumat vermək istəyirəm. Əlaqə nömrəsində ekranda görürsünüz. Və qeyd edim ki, dərs qruplarım aktivdir, miq və sertifikasiya qruplarıdır. Hər biri imtahana qədər aktiv şəkildə, yəni dərslər keçirilməklə davam edəcəkdir. İmtahana yaxın müddətdə dərslərin sayı artırılacaq. Hal-hazırda həftədə 2 dəfədir və imtahana yaxın müddətdə mən onun sayını, dərslərin sayını 5-ə qədər qaldırıram. Ümid edirəm ki, izah sizlər üçün faydalı oldu. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.